Hətta Qarabağ bəzi futbolçuları artıq bacararsa satmalı. Çünki hiss edirsən ki, bəzi futbolçular doyublar Qarabağda oynamağa. Biri elə Marko Yankoviç. Yəni əvvəlki Yankoviçdən əsər əlamət yoxdur. Yankoviç çox istəksizdir, həvəssizdir. Hiss olunur ki, doyub getmək istəyir. Getmək istəyirsə satmaq lazımdır. Ümumiyyətlə Qarabağ sistem komandasıdır. Günay. Dəyirman çarxı kimi fırlanır. Yəni Yankoviç gedəcək, başqası gələcək. Məsələn, Romao gedəndə deyildik ki, ayda Romao'nun yerini necə dolduracaq Qarabağ? Görsən doldurdu. Bikalyo gəldi, doldurdu. O baxımdan problem deyil. Yəni kim gedir getsin, Qarabağın scout sistemi çox yaxşı işləyir və yerini ucuz, keyfiyyətli futbolçularla doldura bilirlər. Bir xəbər də var ki, qış transfer pəncərəsində Qurban Qurbanov istəmir ki, Nəriman Axundzadə komandadan ayrılsın. Bu çox qəribədir ki, Nəriman Hoca getmək istəyir, Qurban Qurbanov isə ona deyir ki, getmə, bilməm. Yəqin ki, o zaman belə deyim də, Nəriman demək ki, bizim hamımızdan fikirləşdiyimizdən daha güclü xarakteri malik futbolçudur. Yəni bu qədər təzyiqdən sonra azarkeşlər onu istəmirlər və Nəriman Qarabağda qalacaqsa, o zaman belə deyim də, hamını yanıltmalıdır. Kim ki Nərimanı tənqid edir, kim ki deyirlər Nəriman zəif futbolçudur, onları yanıltmalıdır öz sərgilədiyi futbolla. Ötən il bu söz-söhbətlər var idi ki, Molde komandası Nəriman Axundzadə ilə maraqlanırdı. 3 milyona yaxın bir məbləğ təklif eləmişlər. O zaman qəbul eləsəydi, o zaman indi necə bir Nəriman Axundzadə görə bilərdik? Təklif yadımda deyil, amma mən inanmıram. Norveç komandaları çox pul verməzlər. Uyğunlaşma məsələsi vardı. Məsələn, Musa Qurbanlı getdi İsveçə böyük ümidlərlə, amma İsveçə uyğunlaşa bilmədi. Norveç futbolu tamam fərqlidir. Bəlkə də Nəriman orada uyğunlaşardı, özünü göstərərdi. Məsələn, Molde onu nə bilim 10 milyon, 15 milyon Avropanın bir başqa komanda sata bilərdi. Amma bunlar təbii ki ehtimallardır, bəlkələrlə iş olmur. Fakt odur ki, Nəriman getmədi və Qarabağdadır.